Fidanın Paşinyanla bağlı sözləri İrəvanı qarışdırdı. Ermənilər qarşı-qarşıya. Zatulindən Zəngəzur açıqlaması. Qarabağda da belə olmuşdu. Erdoğanın varisi o olacaq. Amerika Birləşmiş Ştatlarından İrana açıq mesaj. Bunu ən yaxşı Xamenei bilir. Pensiya ala bilməyənlərə sevindirici xəbər. Deputat açıqladı. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın yanvarın 15-də keçirdiyi mətbuat konfransında Ermənistanda bu il baş tutacaq parlament seçkiləri və baş nazir Nikol Paşinyanla bağlı sözləri müzakirələrə səbəb olub. Fidan seçkilərlə bağlı sorğularda Paşinyanın partiyasının öncə olduğunu, Türkiyənin onu dəstəklədiyini və mövcud sülh xəttinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Fidanın sözləri Ermənistan müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə Moskvanın adamı olaraq tanınan Samuel Karapetyanın komandası, həmçinin kəskin müxalifətçi politoloq Suren Surenyans Fidanın sözlərini Türkiyənin daxili işlərinə müdaxilə kimi qələmə veriblər. Lakin Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması prosesi üzrə nümayəndə Ruben Rubinyan bu iddiaların yalan olduğunu bildirib. Rubinyan Ankaranın Paşinyanı dəstəkləmədiyini, Fidanın sadəcə hazırki hökumətin konstruktiv, sülhmeyilli mövqeyini təqdir etdiyini söyləyib. Sözü gedən məsələ ölkədə müxalifət və hakimiyyət nümayəndələri arasında qalmaqala səbəb olub. Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın Azərbaycan və Türkiyə sərhədlərinədək olan dəmir yolunun bərpasına cəlb olunmasını ona görə istəyir ki, sonradan bu xəttlər Tramp marşrutuna qoşulsun və tənqid yaranacağı halda oxlar Rusiyaya yönəldilsin. Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. Nikol Paşinyan Azərbaycan və Türkiyə sərhədlərinədək dəmir yolunun bərpası məsələsi ilə bağlı Rusiyaya müraciət edib. Baş nazir bildirib ki, məsələni artıq Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib. Zatulinin sözlərinə görə Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında qismən dərc olunmuş razılaşmalar göstərir ki, həmin dəhliz üzrə tranzitdən gəlir əldə edəcək şirkətin 76% Amerika Birləşmiş Ştatları, 24% isə Ermənistana məxsus olacaq. Layihədə Amerika Birləşmiş Ştatları və Ermənistandan başqa heç kim iştirak edə bilməz. Rusiya bəzi funksiyalara cəlb oluna bilər, amma həmin şirkətin təsisçi və ya səhmdarları sırasında ola bilməz. Paşinyan Rusiyanın maraqlarını nəzərə almadığı barədə tənqidlərdən yayınmaq üçün hansısa jest etmək istəyir. Deputat xəbərdarlıq edib ki, Ermənistan oxları Rusiyaya yönəltmək istəyir və Moskvanın maraqları onu maraqlandırmır. Azərbaycan və Türkiyə ilə həmsərhəd ərazilərdən danışırıq. Paşinyan Rusiyanı bu işə ona görə cəlb etmək istəyir ki, sonradan hər yerdə Rusiyanın iştirak etdiyini iddia edə bilsin. Sadə dillə desək, oxları Rusiyaya yönəltmək istəyir. Bu, təxminən əvvəlcə Qarabağa dəvət edilən, amma sonradan mövcudluğu faktiki olaraq nəzərə alınmayan sülh məramlı kontingentimizlə bağlı baş verənlərə bənzəyir. Anlamalıyıq ki, Paşinyan bizim maraqlarımızdan çıxış etmir. Qərblə ittifaq və dostluğa üstünlük verir. Onun təkliflərində gizli maraqların olub-olmadığına əmin olmaq üçün dəfələrlə təhlil edilməlidir. Türkiyə prezidenti Recep Tayyip Erdoğanın varisi oğlu Bilal Kürəkəni Səlcuq Bayraqdar, Xarici İşlər Naziri Hakan Fidan və ya keçmiş Daxili İşlər Naziri Süleyman Soylu ola bilər. Bu barədə Britaniyanın Economist jurnalı məlumat yayıb. Nəşrə müsahibə verən ekspertlər qeyd ediblər ki, Fidanın Türkiyə liderinin varisi olmaq üçün şansı yüksəkdir. Türkiyə Xarici İşlər Nazirliyinə gəlməzdən əvvəl Fidan 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib. 44 yaşlı Bilalın şansı isə az dəyərləndirilir. Qeyd edək ki, Erdoğanın 71 yaşı var. Türkiyə qanunlarına görə o, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində namizədliyini irəli sürə bilməyəcək. Türkiyə lideri dəfələrlə bildirib ki, bu onun prezident kimi sonuncu müddətidir. Amerika Birləşmiş Ştatları İranın cəsur xalqının yanındadır. Bunu Amerika Birləşmiş Ştatlarının BMT-dəki nümayəndəsi Mike Waltz deyib. O bildirib ki, ölkədəki iqtisadi böhran və azadlıqların boğulmasına görə İran rejimi tam məsuliyyət daşıyır. İran İslam Respublikası xalqına qarşı tətbiq edilən zorakılığın miqyasını gizlətmək məqsədi ilə interneti və kommunikasiya vasitələrini qəsdən kəsib. Hökumət qüvvələrinin əli ilə öldürülən etirazçıların sayı 10 minlərlə nəfərə qədər qiymətləndirilir.
Waltz həmçinin İran rejiminin son 10 illiklərdə Amerika Birləşmiş Ştatlarına, region ölkələrinə və öz xalqına qarşı həyata keçirdiyi addımları sadalayaraq 1979-cu il girov böhranını, Yaxın Şərqdə Amerika Birləşmiş Ştatları qüvvələrinə hücumları, eləcə də Həmas, Hizbullah və Husilərə dəstəyi xatırladıb. İran dövlət səviyyəsində terrorizmin ən böyük himayədarıdır və bu siyasət müxtəlif ölkələrdə saysız-hesabsız mülki şəxsin ölümünə və əzab çəkməsinə səbəb olub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump verdiyi vədlərə əməl edir və bu reallığı İranın ali rəhbəri Əli Xamneydən daha yaxşı bilən heç kim yoxdur. Azərbaycanda 65 yaşını tamam etmiş 166,7 mindən artıq vətəndaş yaşa görə 220 manat müavinət alır. İlin əvvəlindən əmək pensiyalarına tətbiq edilən 9,2% indeksiyə isə bu kateqoriyaya şamil olunmur. Yəni, onların aldıqları müavinətlər artmayacaq. Maraqlıdır ki, ölkədə təqaüdçülər üçün müəyyən edilən yaşayış minimumu 260 manatdır. Buna baxmayaraq, sözügedən vətəndaşlar hələ də 220 manat müavinət alırlar. Bu halda 166,7 min nəfərin aqibəti necə olacaq? Bu vəziyyət fonunda sosial siyasət və pensiya sistemi təqaüdçülərin real ehtiyaclarını qarşılamaq üçün hansı tədbirləri nəzərdə tutmalıdır? Qlobal İnfoaza danışan deputat Vüqar Bayramov deyib ki, bu dəfəki indeksasiya sistemi əmək pensiyalarına şamil olunub. Onun sözlərinə görə gələcəkdə artımlar gözlənilir. Bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin 9,2%-i indeksləşdirilib və artımlar nəzərdə tutulur. Bu, 1,1 milyon vətəndaşı əhatə edəcək. Əmək pensiyası alan vətəndaşlarımız həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya alan şəxslər bu artımlardan faydalana biləcəklər. Təbii ki, biz yaşa görə müavinətlərin artırılması ilə bağlı da təkliflərimizi təqdim edirik. Nəzərə almalıyıq ki, yaşa görə müavinətlərin artırılması həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir. Deputat qeyd edib ki, sosial müavinətlərin artırılması ilə bağlı qərarlar mütəmadi olaraq qəbul edilir. 2025-ci ildə də sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sənəd imzalanıb. Pensiyalar da əmək haqqına uyğun olaraq indeksləşdirilərək artırılacaq. Mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətlərin artırılması məsələsinə baxılması və bu istiqamətdə addımların atılması ilə bağlı təkliflər irəli sürürük. İqtisadçı Ruslan Atakişiyev isə bildirib ki, ölkə üzrə minimum ehtiyac meyarı 300 manatdır. Bu göstərici pensiyaçılar üçün 260 manat olaraq müəyyən edilib. Yaşa görə 220 manat müavinət isə əsasən əmək stajı olmayanlara şamil olunur. Həmin şəxslərlə bağlı bir sıra digər sosial dəstək mexanizmləri də mövcuddur. Məsələn, tək yaşayan yaşlı şəxslərə sosial xidmət göstərilir. Onlara baxan adamlara aylıq xidmət haqqı ödənilir. Eyni zamanda müəyyən dərman vasitələrini pulsuz əldə etmə imkanları da var. Bununla belə, real bazar qiymətlərini nəzərə alsaq, 220 manat aşağı məbləğdir. Hesab edirəm ki, gələcəkdə bu müavinətin də artırılması məsələsinə baxılmalıdır.